Çətinliklərin ömrünün qısa olduğunu bilin. Daimi deyil. Bu birinci məsələ. İkinci məsələ, onu bilin ki, çətinlikdən üzvü ağ çıxsınız, Allah sizin üçün bir mükafat ayırıb. Quranda bir ayə var, deyir Allah ruzi verər, lütf edər, bir qeyri hesab. Bir qeyri hesab nə deməkdir? Hesabsız. Nə mənada, nə anlamda? Məsələn, bir təfsirə çıxdı qabama, mövzuya uyğun cavab verirəm. Deyir ki, Allah sən nə söyləyirsən, bir xüsusi düsturu yoxdur ki, bunu verəcəm. Kəmiyyəti ilə keyfiyyəti bəlli deyil. Bəzi vaxtlar yaxşı dost verir, bəzi vaxtlar bir bəla gəlib var, onu sovuşdurur. Bəzi vaxtlar zehin açıqlığı verir, bəzi vaxtlar ibadətə eşq verir. Bəzi vaxtlar əhl-i ünsiyyəti bərpa eləyir. Bir qeyri hesabdır. Onlar ki, bəla ilə üzləşiblər, çətinlik ilə üzləşiblər. Allah Teala Quranda buyurur, "Ellezina iza asabatuhum musibə qalu inna lillahi və inna ileyhi raciun ulaika aleyhim salavatun min rabbihim və rahmə və ulaika humul muhtadun." Elə ki, çətinliklərlə üzləşdilər, müsibətlərlə üzləşdilər, dözdülər, möhkəm dayandılar, Allahdanıq, Allaha qaydırıq dedilər, yəni xəttdən çıxmadılar. Ulaika aleyhim salavatun da sizin üzərinizə, rəhmətim də sizin üzərinizə, ulaika humul muhtadun. Sizə xüsusi bir hidayət nəsib edəcəm. İndi o rəhmət nədir? Bir qeyri hesabdır, bilmirik nədir. Nə verəcək? Nə bilim, nə verəcək?